Vincent van Gogh 1853-ci ildə Hollandiyada anadan olub. O sadə bir kasıb bir ailədə böyüyüb. Bacı və qardaşları ilə çox vaxt oynayıb, amma tez-tez tənha qalmaq istəyib. Theo ona ən yaxın olan qardaşı idi. Theo həmişə Vincent van Gogha dəstək olurdu, ona kömək edirdi. Vincent van Goghun atası keşiş, anası isə evdar qadın idi. O gəncliyində müxtəlif şəhərləri gəzmişdir. O uşaqlığında sakit və düşüncəli uşaq olur. O uşaqlığında bir çox işlərdə işləyib, kitab satıcısı kimi, sonra isə müəllim və vaiz kimi fəaliyyət göstərir. Daha sonra rəssam olmağa qərar verir. Xoşlayırdı, dostları az idi. Bəzən o aqressiv və əsəbi olurdu. Həkimlər ona dincəlməyi məsləhət görürdülər. O bir müddət ruhu xəstəxanada qalmışdır. Ancaq rəsm çəkməyi dayandırmamışdır. Təəssüf ki, rəsmləri isə çox maraq göstərmirdilər. Bu onu daha da kədərləndirirdi. İndi isə bizim rəsmimizdə Ulduzlu Gecə var. Ulduzlu Gecə Vincent van Gogh'un ən məşhur əsərlərindəndir. 1889-cu ildə yaradılıb. Məşhur rəssam bunu ruhi xəstəxanada olarkən yaradılıb. Burada əsas mövzu səmanın gecə olmağıdır. Burada səma buruqları fırça izləri ilə çəkilir və ulduzlar da qeyri-adi dərəcədə parlaq görünür. Sərv ağacı da ön planda daha çox diqqət çəkir. Həm də sakit kənd mənzərəsi də var. Realizmdən çox hissiyat fonundadır və tamaşaçıya sakitlik və rahatlıq hissi verir. Günəbaxan isə 1888-ci ildə Ağıl şəhərində çəkilib və dostu Paul üçündə bir neçə versiyalar çəkilib. Günəbaxan seriyası da Vincent van Gogh'un ikonalarındandır. Bu da sarı rəng dominantlıq təşkil edir. Sarı rəngi müxtəlif rəng çalarlarından istifadə olunur və rəng seçimdə optimizm hissi yaradır. Günəbaxanlar isə həyat enerjisini simvolizə edir və fırça izləri aydın görünür, detallarda stimuldir. Sənət bazarında yüksək qiyməti var və insana rahatlıq hissi verir. İlislər 1889-cu ildə çəkilib və həm də Vincent van Gogh təbiət mövzulu əsərləri çəkməyə daha çox sevirdi və bu təbiət mövzulu işlərindən biridir. Çiçəklər detal və ritmik verilir, mavi və bənövşəyi tonlar daha çox diqqət çəkilir. Əsərdə harmoniya hiss olunur və çiçəklər hərəsinin öz bir xarakteri daşıyır.